Biraz önce gördüğümüz grafikin daha detallı şəkildə göstərilmiş variantıdır. Addım-addım bunların hər birini başa düşəcəyik. Bunu bildik ki, bu bizim klientımızdır və request atır authorization serverə. Bu authorization yazdı, amma əslində bu authorization serverdir. Request atan zaman nə baş verir? Biz bir neçə parametr göndəririk. O parametrlərdən biri olur redirect URL. Burada biz deyirik ki, əgər hər şey uğurlu olsa, ən axırda bizi hansı URL-ə göndərsin və burada grant type-ı belirləyirik. Məsələn, kod deyirik. Kod demək nə deməkdir? Yəni biz istəyirik ki, authorization code flow-nu istifadə edək. Yəni bunu bildirən buradakı response type koddur. Authorization serverdə nə edir? Userin qarşısına belə bir pop-up çıxardır. Deyir ki, Yelp-ə icazə verirsən, sənin profil və kontakt məlumatlarını istifadə edəsin. Sən yes desən əgər, o zaman həmin bu redirect URL-ə göndərir səni və redirect URL-ə göndərən zaman sənə bir dənə də temporary kod verir. Yəni URL-in arxasında sənin bir dənə authorization kodun olur. Bu authorization kod nə üçün istifadə olunur? Sən bu authorization kodu istifadə edirsən ki, authorization serverə müraciət edəsən və access token alasan. Fikir verin, həmin o authorization kodu göndərirəm və onu dəyişirəm access tokenə. Daha sonra həmin access tokendən istədiyim yerdən istədiyim məlumatı gedib çəkirəm. Məsələn, Google-dakı kontaktları çəkmək istəyirdim, artıq mənim access tokenim var deyə həmin access tokenlə gedib resource serverə request atıram və oradan istədiyim məlumat çəkirəm. Deməli, bizim klientimiz var. Klientimiz Google-la connect olması üçün authorization serverə request atır. Request atanda bizim redirect URL-imiz olur, response type-ımız olur, əlavə də bir neçə parametr olur. Məsələn, scope olur, hansı ki, burada profile və access-in istədiyin oradan başa düşürük ki, bu hansı servis access istəyir. Okay, authorization serverə request gələndən sonra authorization server belə bir pop-up çıxardır. Əgər sən qəbul edəsən, yönləndirir səni redirect URL-ə və arxasına da bu authorization kodu əlavə edir. Sənin klientında həmin authorization kodu çevirir access tokenə, request atır authorization serverə, authorization server ona access token göndərir və client beləliklə həmin access token vasitəsilə istədiyi yerdən istədiyi məlumat çəkir. Və burada bilməli olduğumuz başqa bir anlayış da var, back və front channel. Front channel odur ki, sənin atdığın bütün requestlər brauzerdə track oluna bilir. Məsələn, brauzerin network tabını açsan, orada görərsən ki, hansı requestlər gedib, hansı servisdən hansı servisə gedib, redirect URL-in nədir, grant type-ın nədir və s. Yəni, bunları sən brauzerdə görə bilirsənsə, bu front channel sayılır. Yox, brauzerdə görə bilmirsənsə, bu proseslər arxada baş verirsə, məsələn, bir serverlə digər serverin arasında baş verirsə, bu zaman buna deyirik back channel. Gəlin burada baxaq görək, front və back channellar harada istifadə olunur. Məsələn, client request atır authorization serverə ki, icazə versin ona. Bu zaman həmin bu requestin bütün məlumatlarını brauzerdə görə bildik, çünki request brauzerdən gedir. Ona görə bu sayılır front channel. Daha sonra növbəti stepdə pop-upda biz yes seçsək əgər, artıq bizi göndərir bizim klientimiza və həmin authorization kodla. Bu da front channel sayılır, çünki biz brauzerdən accept edirik və həmin bu authorization kodu URL-də hamısı brauzerdə görünür. Bu olur front channel. Fikir versəz biz burada kodu göndəririk və access token əldə edirik. Bu da hansı channelda baş verir? Back channelda. Çünki secure stepdir. Ortada access token var. Daha sonra həmin access token ilə request atırıq, istədiyimiz məlumatı əldə edirik. Bu da back channelda baş verir. Çünki ortada access token var və bu sensitive information sayılır. Bu formada. Front channel secure sayılmır. Çünki brauzerdə məlumatlar görsənir. Amma back channel secure sayılır, çünki hər şey server to server baş verir. Client request atanda bu parametrləri göndərir. Response type code, hansı ki authorization code flow istifadə edildiyini bildirir. Redirect URL, bu göstərir ki, ən axırda successful olsa hara yönləndirsin və yaxud failure olsa yenə də hara yönləndirsin. Daha sonra scope var, scope-da nəyə access-im olmağını istəyirəmsə onu göstərir. Burada çox parametrlər var, mən ən vaciblərini göstərirəm. Deməli, client request atdı authorization serverə, bu stepdir. Authorization server səni authenticate edir və sənə pop-up çıxardır ki, qəbul edirsən yoxsa yox. Qəbul yes da seçsən, no da seçsən, hər bir halda səni redirect URL-inə geriyə qaytarır və həmin o kod da URL-in arxasında olur. Daha sonra sən o kodu istifadə edirsən ki, access token əldə edəsən, access token əldə edəndən sonra da həmin access tokenlə gedirsən istədiyin API çağıra bilirsən. Hansı skop seçmisənsə, o skopa uyğun məlumatlar əldə edəsən. Gəlin də bu flow-nu daha detallı şəkildə addım-addım görək. İlk növbədə flow-umuz necə başlayır? Request atırıq authorization serverə. Client ID-miz olur. Bu bizim hansı client olduğumuzu göstərir.
Redirect URL ən axırda hara qaytarsın? Skopumuz, response type'ımız, state'də bildiyiniz datadır. Nə istəsəz göndərə bilərsiniz. Bu URL-də təbii olaraq parametrlər çox olacaq. Mən burada bir neçəsini göstərmişəm ki, sizdə bir fikir formalaşsın. Authorization server request atandan sonra ya success olur, ya da fail olur. Əgər icazə versə, kodla bir yerdə bizim göndərir həmin o redirect URL-ə, arxasında da kod olur. Yox, error baş versə, həmin redirect URL-ə göndərir və arxasında da bizim errorumuzun səbəbi olur. Növbəti addımda hər şey uğurla olsa, əgər user accept eləsə, URL-in arxasında bizim kodumuz olur. Biz də həmin kodu götürürük, access tokenə çeviririk. Bunun üçün nə edirik? Xüsusi bir endpoint çağırırıq. Endpoint-ə parametr olaraq kodu göndəririk. Endpoint bizim həmin o kodumuzu verify eləyir. Əgər hər şey düzgündürsə, bizə access token geriyə qaytarır. Tipidir, nə vaxt expire olmasıdır və s. Burada çox parametrlər var. Mən bir neçəsini göstərmişəm, əsas parametrləri. Beləliklə, mənim access tokenim var. Bundan sonra access tokenlə istədiyim API çağıra bilərəm. Həmin scope daxilində təbii ki, istədiyim API çağıra bilərəm.